qəbristanlığında bir hökmdar qəbristanlığı olduğunu demək olar. Çünki burada Azərbaycanın bir çox tarixi şəxsiyyətlərinin dəfn olunması haqqında məlumat var. Bunlardan biri Uzun Həsənin oğlu Sultan Yaqubun bu ərazidə qışlayarkən vəfat etdiyini və burada dəfn olunduğunu biz mənbələrdən bilirik. Eləcə də Elxanilər dövründə, yəni Hülaki xanları burada qışlayarkən yenə onların içərisində vəfat edənlər burada dəfn olunublar. Qarabağın adı da Qarağac meşəliyi ilə bağlıdır. Çünki bunu həm də elə Sultan Ənuşirvan, yəni Elxani hökmdarı Sultan Ənuşirvanın burada kəstirdiyi pullardan görmək mümkündür. O 1340-cı illərdə məhz bu ərazidə, 1349-cu ildə bu ərazidə həm Qarabağ zərbi olan, həm də Qarağac zərbi olan pullar kəstirmişdir.